Ekmen buyurun. Sizin fikriniz. Bence həmkarlar yeterince her şeyi dediler. Ben tabii ki ilk önce her şeye bu geosiyasi meseleleri öne koyardım. Bütün bu sadalanan deməli hedeflerin arasında. Çünkü iktisadi, ticari onlar tabii ki önemlidir ama daha önde gelen müdafiadır, təhlükəsizlikdir ve Amerika ilk defa değil aslında Grenlandiyanı Danimarka'dan almak isteğini bildirir. Şimdi Trump birinci döneminde de bunu etmişti. Ama Trump'tan xeyli evvel Truman onu o vaxtın puluyla 100 milyon qızıl müqabilində Grenlandiyanı almak istemişti. Özde Grenlandiyanın o zamanki statüsü daha zayıf idi. Grenlandiya onda hala müstəmləkə idi. Ondan sonra BMT xüsusi qətnaməsi də oldu baş məclisin. Onu non-self-governed territory, yani özünü idarə etməyən ərazi o vaxt artıq müstəmləkə sözünü siyasi baxımdan uyğun saymadıqlarına görə elə işlətdilər. Grenlandiyada muxtariyyət və hətta müstəqillik iddiaları artmağa başladı. Ondan sonra yerli referendumda keçirdiler. Danimarka məcbur oldu, yanılmıyorsam 2009-cu ildə xüsusi bir qanun da qəbul elədi. Onların özlərini idarə etməsi ilə bağlı xarici siyasət, müdafiə, təhlükəsizlik və pul siyasətindən başqa hər bütün məsələlərdə qanunla onlar müstəqil sayılırlar, hökumətləri, parlamentləri var. Hətta orada çox maraqlıdır ki, heç bir dövlət öz ərazisi ilə bağlı xüsusi olaraq belə bir qeyd də qoymur, amma özünün müqəddəratını həll etmək hüququ da orada tanınır. Onlar o baxımdan beynəlxalq hüququn anlamına görə xalq sayılırlar. Çünki normalda ərazinin, hansısa bir dövlətin ərazidə yaşayan əhali, hətta etnik, dini və ya başqa səbəb meyarlara görə əhalinin əksəriyyətindən fərqli olan əhali beynəlxalq hüquqa görə xalq sayılmır. Onlar etnik azlıqdır. Danimarka buna da getməli oldu. Onlar beynəlxalq hüquq anlamında xalq sayılırlar, öz müqəddəratını təyin etmək hüququ. Təbii ki, Danimarka ilə razılaşdırmaq şərti ilə. Ki bu əslində Grenlandiyada daha çox dildə, amma Farer adaları da var. O da Danimarkanındır. Geçmiş müstəmləkəsidir. O da indi bax o belə aralıq bir statusdur. Farer adalarında 2 dəfə referendum olub. Müstəqilliklə bağlı. Danimarka razılaşmayıb da gerçəkləşmədi. Ona görə Grenlandiyaya iddialar və Grenlandiyanın statusunu mübahisələnmə cəhdləri olub. Norveç də əslində Amerikadan daha öncə belə bir iddiada bulundu. Hətta beynəlxalq məhkəməyə qədər çıxdılar 1933-cü ildə o vaxt Millətlər Liqanın nəzdində olan daimi beynəlxalq ədalət məhkəməsi belə adlanırdı. Çünki Norveçlə Danimarka uzun əsrlər boyu vahid dövlət olublar. Bir krallıqda olublar. Sonra ayrılanda Norveç də Danimarka da eyni zamanda Grenlandiya iddia elədilər. Amma beynəlxalq məhkəmə o zaman Danimarkanın xeyrinə qərar verdi. Ayrıca da Norveç ilə Danimarkanın arasında belə bir sanki qarşılıqlı tanıma baş verdi. Danimarka Spitsbergen adasından imtina elədi. Norveç də Grenlandiyadan. Amma Norveçin özünün aşırı sağ millətçi qüvvələri, onlar belə hərdən bir belə şeyləri yada salırlar ki, o vaxt hökumət əslində legitim addım atmayıb, ora bizim də ərazimiz sayıla bilər və s. Yəni ki, Grenlandiya həqiqətən indi bütün diqqət Amerikadadır. Amma elə bilinməsin ki, burada yalnız Trump'ın xasiyyəti, şıltaqlığı və yaxud şey hesabına. Orada oradan da çox geopolitik baxımdan strateji yerdir. Rızvan bəy dediyi kimi tamamilə doğru. Bu özlüyündə oranı gəlib öz başına tutmaq, oranın indiki suveren dövlətin razılığını almadan orada yerləşmək əlbəttə ki, beynəlxalq hüquqa da tamamilə ziddir və bu işğal sayılacaq. Amma Danimarkanın o bölgədə mübahisəli əraziləri olub və bəziləri var. O cümlədən Amerikaya güzəştə getdi. İndi Virgin Islands, Karib adalarında. O indi Amerikanın ərazisidir, amma non-integrated territory'dir. Yəni, ştat deyil. Halbuki Amerikanın ərazisidir. Kanada'dan bu yaxınlara qədər orada bir ada var, Hans adasıdır. Uzun illər mübahisəli olublar. Düzdür, orada heç kəs yaşamayıb deyə konkret bir münaqişə çıxmadı. Amma çox ciddi bir mübahisə idi o. Sonradan düzdür, biraz komik səhnələrlə də davam etdi. Orada bayraq gətirilib və də bir qutu viski
Kanadalılar gətirirdilər, bir qutu viski qoyurdular. Danimarkalılar gəlirdi, götürüb onu içirdilər. Sonra öz bayraqlarını sancıb öz viskilərini qoyurdular. Bu komik bir şey yaşanırdı. Amma sonradan anlaşdılar, böldülər o adanı. Danimarka ilə Kanadanın hətta quru ərazisi də var. İndi Trump bütün bunları, indi özü yaxud məsləhət verənləri, aydın məsələdir. Bütün bunları boş yerdən eləmir. Yəni bunun cəhdləri olub, alınmayıb. İndi bu biraz daha aqressiv, beynəlxalq hüquqa hörmətsizlik dərəcəsinə gətirib çıxararaq həmin o köhnə iddiaları və yaxud tələbləri irəli sürür. Elə Norveçin Danimarka ilə 33-cü ildə davası o idi. Belə olub da. Çünki Norveç də demişdi ki, axı Norveç məskunlaşması var idi. Qırlandiyanın deməli şərqində. Nə qədər orada kəndləri vardı, falanları vardı. Norveçlilər. Bilirəm, sonra 200 il heç kəs yaşamadı. Özü deyirlər ki, bizimkilər sizdən də çoxdur belə Erik baxanda. Rüji gəlmişdi orada. Yəni ki, o çox haqlı buyurdunuz. O iddia var idi Norveçin Danimarkaya qarşı ərazi iddiası o Qrenlandiya üzərində. Həm də buna görə idi. Amma onda beynəlxalq məhkəmə Danimarkanın tərəfində. Yəni 60 min yaxın adam yaşayır da. 56 min. 56 min adam yaşayır və o 56 min adam adanın 1%-ində yaşayır. 1%. Deyir onda bütün 99-a iddianı Yeri üçün gəlmiş, və bu baxımdan Trump deyir ki, mənim də ora iddiam ola bilər. Yanılmıramsa 51-ci ildə orada bax o özünü idarə etməyən ərazi kimi deməli elan olundu. Danimarka tərəfindən və BMT-nin baş məclisində xüsusi qətnamə də keçirildi ki, orada əhalinin rəyi soruşulmalıdır. Referendum keçirdilər. 75% Danimarka ilə birləşmənin, daha sonra Danimarkanın ərazisi kimi qalmasın, lehinə səs verdi. Amma orada sonradan çox mübahisələndirməyə cəhdləri oldu yerli əhali tərəfindən, Inuitlər tərəfindən. Çünki orada iddia olunurdu ki, onlar təmsil olunmamışdılar, onların seçki hüquqları o zaman. Çünki onlar vətəndaş deyildilər. Müstəmləkə idi axı ora. Orada ancaq Danimarka vətəndaşı olanlar səs verdilər. Onlar dedilər ki, onların səs verməsi əslində bizi təmsil etmir. BMT baş məclisi əlavə olaraq bir dənə də qətnamə qəbul olundu, amma o heç icra olunmadı. Yəni orada əslində yenə deyirəm, Danimarkanın Qırlandiya üzərində suverenlik hüquqları da asan başa gəlməyib. Bu mübahisə predmeti ola bilər. Bəli. Trumpın şəxsiyyəti təbii ki mövzudur bütün mediada, hər yerdə. Amma Amerikanın siyasəti elə aşağı-yuxarı elə belə olub həmişə. Bax, Panama dövlətinin yaranması, Panama Kolumbiyanın bir parçası idi. Kolumbiya kanalla bağlı dirəşdi, Amerikanın istədiyini eləmədi. Amerika götürdü, Panamadakı separatistləri Kolumbiya mərkəzi hökumətinə qarşı dəstəklədi, beləcə Panama Kolumbiyadan ayrıldı. Texası da belə alıb. Bəli, Kosovo ilə də bağlı indi yeni yazılar çıxır. Mən məsələn açıq deyim ki, mənim o vaxt belə şey ağlıma gəlmirdi. Amma indi bəzi iddialara görə analitik yazılar. Kosovonun Serbiyadan ayrılması o vaxtdan artıq Çinə qarşı düşünülmüş bir. Çünki Çinin layihəsi var. Çin axı indi boğazlardan istifadə eləməli olur. Türkiyənin boğazlarından gəlir Rumıniyanın limanlarına, oradan daşıyır yükləri Avropanın mərkəzinə. Yollardan biri Türkiyənin boğazlarından pulunu ödəməlidir. İstifadə etməmək üçün Çin artıq Yunanistanla da anlaşıb, Serbiya ilə də anlaşıb. Deməli, Adriatik dənizdən kanal qazmaq istəyir, hələ qazmır. Dunay çayına. Ki, boğazlardan keçməsin. Yenə dirəniş nöqtəsi nədir? O, Kosovonun ərazisindən keçməlidir. Serbiya əslində çox istəyir Çinlə bu məsələdə anlaşsın. Bir dənə Kosovoya görə, Kosovo Çinin əslində bərabərində deyil. Belə baxanda heç tanımırdı Kosovonu. Amma sırf iqtisadi geopolitik layihə kimi oradan kanal keçməlidirsə 100 kilometrəlik bir yerdir o hissəsi. Serbiya onu Kosovoya görə tam anlaşa bilmir. İndi hətta iddia olunur ki, Amerika siyasətini o dərəcədə uzaq görən olub o zamanlar. Hələ Çin Kosovo ayrılanda neçənci il idi? 90-cı illər idi. O vaxt hələ Çin indiki kimi güclü deyil. Amma o iddialar çoxdan var idi deyə Çinin o yol açmaları. Ki onda görürsən ki, məsələn, yenə deyirəm, haqq qazandırmadan söyləyirəm bunu. Yəni mən demirəm ki, bütün bunlar var deyə başqa ölkənin layihəsinə qarşı çıxıram deyə beynəlxalq hüquq pozum kimisə ərazisinə ayırım. Yox. Amma anlamaq üçün, belə necə deyərlər, düşünmək üçün bir qidadır da bunlar hamısı. Bəli.
Buyurun Ekrem. Bu Latin Amerika ölkələri ilə ki anlaşma burada Rıdvan bəy söylədi. Birini deyib o birindən keçmək kimi olmasın. Bir neçə həftə bundan əvvəl İrlandiyada fermerlər etiraza çıxmışdılar ki, bəs bizim yerli mal qalır. Latin Amerikadan ucuz tərəvəz, meyvə tərəvəz gətirən təsərrüfat məhsulları və İrlandiya fermerləri hətta hökumətdən şeydən çıxmağı tələb edirdilər. Brexitdən sonra deyir İrlandiyada çıxa bilər. Bu hələ düzdür, siyasi iradə yoxdur bundan bağlı. Amma artıq əhali tərəfindən fermerlər belə bir iddialar da irəli sürür ki, buna qədər gedə bilərik. Çünki milli hökumətlərin və milli iqtisadiyyatların marağını nəzərə almadan bağlanmış bir saziş idi o. Bunu demək istəyirdim sadəcə olaraq. Bir də bir düzəlişim var öz gözlərimə bağlı. Mən bir yanlışa yol verdim, tələsdim deyə. Çin o kanalı Adriatik dənizindən yox, Ege dənizindən qazmağa çalışır. Adriatik dənizindən bir limanı var İtaliya tərəfdə. Oradan yüklərini daşıyır. Amma o Yunanistan, Serbiya və ora o Ege dənizindən çəkiləsi bir kanal idi. Layihə kimi qalıb elə bir iş görür. BMT ilə bağlı maraqlı, çox üzr istəyirəm. Buyurun. BMT-nin islahatı haqqında, islahatları haqqında çox danışılır, çoxdan danışılır. Və deyilənlərin çoxu da doğrudur. Bununla belə BMT nizamnaməsini dəyişməyin nə dərəcədə çətin olduğunu göstərmək üçün iki şeyə mən sizə diqqətinizi cəlb etmək istəyirəm. SSR çoxdan dağılıb, eləmi? Amma Rusiyanın adı yoxdur BMT nizamnaməsində. Orada hələ də SSR yazılıb. Və Rusiya hələ də SSR-nin yerini tutur orada. Rusiya Federasiyası yoxdur. Eləcə də Çin Xalq Respublikası yoxdur. Çin Respublikası vardı, o Chiang Kai-shek'in sonra sıxışdılar, getdilər, Tayvanda oturdular. Sonra Nixon o vaxtı Çin Xalq Respublikasının açılıma gedəndə onlara BMT Təhlükəsizlik Şurasında faktiki olaraq dondurulmuşlar, onları işləyə bilmirlər, qaytardılar oraya. Yəni ki, bir dənə ad dəyişmək. Ölkə yoxdur artıq SSR-i. Amma bir ad dəyişmək belə mümkün olmur. SSR adlı ölkə yoxdur, amma nizamnamədə o ad qalır. Hələ heç bu islahat anlamına da gəlmir. Sadəcə olaraq redaksiyadır da, redakta tarixə uyğunlaşdırmaq, onu belə eləmək o dərəcədə çətindir ki. Lövhədə Rusiya yazılır. Yazılır, amma nizamnamədə SSR gedir. Nizamnamədə SSR gedir. Və bir dənə bu örnək onu göstərir ki, BMT nizamnaməsini dəyişmək nə dərəcədə çətindir və bəlkə də hətta ümumiyyətlə əl atılası bir addım deyil. Ona görə Trump olmasın, başqası olsun, yəni özəlliklə Trumpın Amerikanın güclü dövlətdir. Onun hardasa bax belə iddialarını həm də bax bu prosedur çətinliklər qızışdırır. Çünki deyir ki, BMT üzvlük haqqı, bizim ərazimizə yerləşmişsiniz, bizim əleyhimizə qərarlar verirsiniz, bizim nəminə falan kimi deməsə də BMT binasına gələndə işləməyən eskalator gördük. İslah etmək də olmur sizi. Ona görə deyir ki, bəs biz BMT-yə BMT